Polarstone Rock 01 və Lysian L6 üçün sərfəli fürsət. Hazır qiymətlər L6 73100 manat, Rock 01 98400 manat. Hal-hazırda hər iki avtomobil salonumuzdadır və mən sizə deyəcəm, indi almaq 2026-cı ildə almaqdan nə qədər sərfəli olacaq. Diqqət, 1 yanvar 2026-cı ildən qanunvericilikdə dəyişikliyə görə gömrük rüsumları kəskin şəkildə artacaq. Hər iki avtomobil hal-hazırda 1790 manatdır. Yeni ildən isə Rock 01 üçün 18130 AZN, Lysian L6 üçün isə 14000 AZN təşkil edəcək. Maşın almağı planlayanlara əlavə güclü motivasiya. Çində artıq rəsmi şəkildə təsdiqlənmiş qanuna görə 2026-cı ildən avtomobil alış zamanı əlavə vergi tətbiq olunacaq. Polarstone Rock 01 üçün 13274 yuan təşkil edir, yəni 3200 manat tək Çindəki artımdır, bir də ki 18100 manat əlavə ƏDV tətbiq olunacaq. Ümumi olaraq 21000 manat qiymətdə fərq edəcək. Lysian L6 üçün isə əlavə 7079 yuan, yəni 1700 manat artım olacaq. Üstə gələk 14000 AZN yenilənmiş gömrük rüsumu ilə ümumi 15700 AZN edir. Gördüyünüz kimi maya dəyərində çox böyük artım olur. Bəli, bu əsasən bahalı avtomobillərə təsir edəcək, amma ümumilikdə bütün avtomobillərin qiymət artımına səbəb olacaq. Biz sizə bütün real məlumatları vaxtında çatdırırıq və ən doğru seçim etməyin tam vaxtıdır. Rüsumlar və vergilər artmamış, avtomobilinizi elə indi bizdən alın. Tələsin, fürsəti qaçırmayın, çünki 2026-cı il yaxınlaşdıqca qiymətlər günü-gündən artır.